İndi bilmirəm, bunların hamısını siz verilişdə verəcəksiniz. Hər yerdə olduğu kimi sənət alimində də haqsızlıqlar var. Ona görə diqqətli olun. Vallahi yazıqlar olsun. Musiqi müəllimi gətirib tələbəsinin cibinə 1 manat, 2 manat pul qoyur ki, oğul, gələn dəfə dərsə gələrsən. O mənim sırtım var, kürəyim. O deşik-deşikdir. Kimin haqqı var gəlib oturmasın burada, Heydər Əliyev burada gəlib oturandan sonra lojada? Niyə? Çünki təməlini qoyan kişi var idi. Əlinə bir dənə kağız qələm verin, deyin ki, bir dənə partiturada bir səhifə yaz. Görüm yaza bilirsənmi ya yox? Çox çətin bir sualdır. Bilmirəm. Biz səhnədən sizi bir neçə saat görürük, amma əslində bu sizin günlərlə, bəzən həftələrlə vaxtınızı alır. Ümumiyyətlə, necə çatdırırsınız şəxsi həyatla bu sıx, intensiv qrafikinizi? Bu bizim həyatımızdır. Biz uzun illərdir bu rejimdə yaşayırıq. Hamımız, bütün musiqiçilər, sənət adamları, Azərbaycan mədəniyyətinə qulluq eləyən insanlar gecə-gündüz çalışırlar və böyük bir ordudur, çox böyük bir ordudur. Çünki bu insanlar deyək olar ki, biraz pis çıxmasın, amma biz bunların hamısına fədai deyə bilərik, sənətinin fədaisi. Çünki bilirsiniz, musiqiçilərin yaşam tərzi, musiqiçilərin əziyyəti olduqca asan həyat deyil, ağır bir həyatdır. Amma biz bu sənəti seçmişik, bu yolu seçmişik və biz mədəniyyətimizə, xalqımıza, dövlətimizə, bayrağımıza, torpağımıza qulluq eləyirik. Sabah 18 Mart'dır. 18 Mart Türk dünyasının bir müqəddəs bir tarixidir, bilirsiniz. Çanakkale Savaşı'nın 111. il dönümüdür. Və illər öncə 98-ci ildə bu əsərin dünya premyerası oldu Ankara'da. Rəhmətlik bəstəkar Vasifat Gözalovun Çanakkale oratoriyası o illərdən başlayaraq hər il artıq Azərbaycanda, Azərbaycandan uzaqda səslənir və sabah Bakıda və bizim üçün daha da həyəcanlı ikinci bir məqam var ki, biz səhərsi gün böyük heyətlə Gəncəyə yola düşürük. Gəncə Filarmoniyasında ayın 19-da həmən əsər, həmən heyətlə səslənəcək və fürsətdən istifadə edib mən bu Mədəniyyət Nazirliyinin bu yeni layihəsini, bu təşəbbüsə görə təşəkkürümü bildirmək istəyirəm. Ağdamda baş tutmuşdu bu səfər çərçivəsində bir konsert proqramıda. Bura gələ bilməyən, Bakıda böyük sənətçiləri dinləyə bilməyənlər üçün əlbəttə çox gözəl bir şansdır da. Qarabağ zonası çox vacibdir. Çox vacibdir çünki bizim Laçında, Ağdamda, Füzulidə, Şuşada konsertlərimiz var. Baxın, biz xoşbəxt bir nəsilik. Çünki bir 5 il, 10 il bundan əvvəl bu barədə heç kim düşünə bilməzdi. Amma artıq görürsünüz, biz təyyarəyə minib, qulağımız eşidir, Bakı-Füzuli təyyarəsinə minirik. Biz özümüzü xoşbəxt hiss eləməliyik, çünki bizim nəsil bu günləri gördü. Müsahibələrinizdən birində demişsiniz ki, mənim səhv etmə ixtiyarım yoxdur. Atanızın, babanızın adının sizin həyatınızdakı rolu nədən ibarətdir? Hamı bilir ki, mən sənətkar ailəsində dünyaya göz açmışam. Zülfü Gözalovun evində, mənzilində, oradan anadan olmuşam. Sözsüz ki, oradakı o mühit, babam, atam, əmim Rauf Gözalov və həqiqətən mənim yəqin ki, seçimim olmayıb, amma mən heç heyfslənmirəm, çünki mən bu yolla davam eləməliydim və bugün 3-cü nəsil nümayəndəsiyəm bu ailənin, musiqiçilər ailəsinin. Bilmirəm, 4-cü nəsil olacaqmı, olmayacaq da onu vaxt göstərər.
Çünki oğlumuz istəyir. Alınsa devam eləyəcək, alınmasa biz belə danışmışıq ondan ki, əgər görsək ki, uğurları çox da belə böyük deyilsə, o zaman devam eləməyəcək. Valideyn tərbiyəsi övladların yetişdirilməsində çox rol oynayır. Bəzən valideynlər seçdikləri peşəni elə düşünür ki, mən seçmişəmsə bu daha yaxşı olacaq. Düzgün deyil. Bu barədə danışmağınızı istəyərdim. Biz bilirsiniz, biz həyat yoldaşımla bunu yaşadıq. Mən çox istədim ki, bizim böyük oğlumuz mühəndis olsun. Anası da istəyirdi, mən də istəyirdim. Getdi də oxumağa, 3-4 ildə oxudu, amma sonunda dəyişdi. Dəyişdi, dedi ki, atam, mən bunu istəmirəm, bu sizin seçiminizdir, mənim seçimim deyildi. Mən başqa işlə məşğul olmaq istədim, getdi başqa universitetə qəbul oldu, oranı da bitirdi, indi də çalışır. Qızımız istəyirdi ki, həkim olsun, çünki həkim lazımdır hər zaman ailədə. Qardaşım da həkimdir, bilirsiniz. Anam tərəfdə qohumlarımızın yarısı dilçidir, yarısı da həkim. İstədi ki, qızımız 5 il oxudu həkimliyə. 5 il, düşünün. Amma 5 ildən sonra dedi ki, mən istəmirəm. Mən artıq bu peşədə qalmaq istəmirəm. Biz heç nə eləyə bilmədik. O da buraxdı, getdi başqa universitetə, oranı bitirdi. İndi öz seçdiyi peşədə çalışır. Ona görə demək istəyirəm ki, bizim evladlarımız bizim malımız deyil. Onu demək istəyirəm. Biraz kobud səslənir bəlkə. Amma biz onlara sahib deyilik. Nə barədə sahib deyilik? Peşə seçimində sahib deyilik. Özləri seçməlidirlər. Qoy özləri seçsinlər. Ona görə mən Tamerlanda məsələn heç bir baskı göstərmədim, heç bir üstünə gəlmədim. Dedim ki, oğul istəyirsən, dedi ki, ata mənə imkan ver. Mənim xoşum gəlir, istəyirəm məşğul olum. Mən dedim ki, istəyirsən məşğul ol. Bir tərəfdən istəyirəm. Çünki olsa 4-cü nəsil olacaq. Amma başqa tərəfdən də sözün düzü biraz könlüm ağrıyır. Çünki bilirəm nələrdən gəlib keçməlidir. Mən hələ də o əzablı yolları davam edirəm. Hələ də 66 yaşım var. Amma haqsızlıqlar çoxdur. Təəssüflər olsun. Hər yerdə olduğu kimi sənət alimində də haqsızlıqlar var. Dəyərli insanları qoruyub saxlaya bilmirik. Dəyərli sənətkarlara lazımi qiymət verə bilmirik. Amma ara sıra insanlar, məsələn, gəlib bugün nəsə rəhbərlik eləməyə çalışırlar. Başa düşürsünüz? Bax, bunlardan biz özümüzü qorumalıyıq. Bugün Azərbaycan musiqisində musiqi müəllimindən tutmuş tələbəsinə qədər əsas problem sizcə nədir? Ümumiləşdirsək. Xırda-xırda problemlər təbii ki, çoxdur. Əsas problem nədir? Əsas problem ondadır ki, musiqiçi əsasən gərək musiqi ilə məşğul olsun. Bilirsiniz, çox heyfslənirik biz ki, məsələn, Bakı Musiqi Akademiyasına məzunlar gəlirlər. Məzunlar yox, tələbələr gəlirlər ki, daxil olsunlar. Məsələn, ixtisasdan çox yaxşıdır. Musiqi fənlərini çox yaxşı verir. Amma orada başqa fənlər də var da, məsələn, musiqi ilə bağlı olmayan fənləri var. Dillərlə bağlı, məsələn, sonra bilmirəm, tarixlə bağlı, orada kəsilirlər. Orada kəsilirlər və gedib artıq oxuya bilmirlər. Mən gözümlə görürəm hər dəfə ki, musiqi məktəblərinə gedəndə, məktəbdən valideynlə musiqi müəllimi gətirib tələbəsinin cibinə 1 manat, 2 manat pul qoyur ki, oğul, gələn dəfə dərsə gələrsən. Yol pulu qoyur cibinə, müəllim. Müəllimin özünün qazancı 300 manat, 250 manat, 300 manat maaş alırlar. Heç nə deyil. Amma istəyir ki, tələbəsi gəlsin və cibinə pul qoyur ki, gələrsən. Bax, budur problem. İndi bilmirəm, bunların hamısını siz verilişdə verəcəksiniz, sonra bunun təsadü nə olacaq bilmirəm. Sonra bizim üstümüzə düşəcəklər, düşməyəcəklər, deyəcək ki, Yalçın müəllim bəzi məsələləri gərək qarışmayaydı. O da ola bilər. Ona görə diqqətli olun. Çox istedadlı insanlar olur ki, onlar öz istedadları ilə deyil də, başqa bir məşğuliyyətləri ilə diqqət çəkməyə çalışırlar. Məsələn, Elza xanım Seyidcahan çoxları sevir onun bəstələrini, çox sevilən bəstələri var. Amma bugün onu hamı şeirləri ilə xatırlayır. Elza xanım Azərbaycan Dövlət Konservatoriyasının məzunudur, bəstəkardır. Arif Məlikovun sinifini bitirib, diplomu var əlində. Və mən Elza xanımın məsələn əsərlərini bəyənirəm. Bilirəm ki, bəstəkardır, partituranı yazmağa bacarır.
transportu bilir, alətləri bilir, hansı kökdə, hansı alət. Bunların hamısını bilir Elizə xanım, düzdürmü? Siz Elizə xanımdan ehtiyat eləməyin. Siz başqa bəstəkarlardan, adların bəstəkarı qoyan bəstəkarlardan, o mahnıları bəsləyən, bəzi hətta böyük əsərlərə, böyük həcmli əsərlərə əl atan insanlardan danışın. Hansılar ki, deyirlər ki, mən bəstəkaram. Əlinə bir dənə kağız qələm verin, deyin ki, bir dənə partiturada bir səhifə yaz, görüm yaza bilirsənmi ya yox? Gənclərin elə ən təhlükəli tərəfindən biri də bu bayağı musiqiləri dinləməsi. Götürsəz bir bəstəkarı, bir xalq artistini tanımırlar, amma bu yeni müğənnilərin bəstələrini, belə oxuduqları ifaları daha doğrusu dillər əzbəri eləyirlər. Burada efirlərin də təbii ki, böyük rolu var. Ən çox. Bütün təqsir onlardadır. Bəli, efirlərə daimi olaraq onlar çıxır. Hər gün, bugün bu efirdədirsə, sabah başqa efirdədir. Bəli. Hətta son günlərdə bir neçə proqram bağlanıldı, onların yayımı dayandırıldı. Eləmi xəbərim yoxdur. Bəli, sırf elə bu məsələyə görə hətta qeyri-rəsmi xəbərlər də yayıldı ki, bəzi müğənnilərin efirə çıxmasına da qadağa qoyulub. Nə yaxşı. Amma mən düşünürəm ki, yəni bununla bağlı da ciddi tədbir görülməlidir. Bilirsiniz, mən sizə deyim də, deyirsiniz ki, bayağı musiqi. O bayağı musiqinin dinləyicisi var da, düzdürmü? Var. O da hardan gəlir? Zövqdən gəlir. Zövq də hardan gəlir? Tərbiyədən. Tərbiyə də hardan gəlir? Ailədən, evdən. Düzdür? Məsələn, bizim ətrafımızda olan bizim qohumlarımız, bizim dostlarımız, onların evladları o musiqiyə ömründə vaxt ayırmazlar. Heç vaxt dinləməzlər, heç vaxt, məsələn, mümkün deyil ki, mənim evladlarım o musiqi ilə maraqlansınlar, məsələn. Amma mən musiqiçiyəm, professionalam, amma təkcə mən deyiləm. Mənim ətrafımda olan bizim yaxınlarımız, dostlarımız, bizim mühit deyə belə, onlar dinləməyəcəklər. Amma hələləri var ki, səhər saat 8-dən televizoru açır evdə, düzdürmü? Atası da qulaq asır, anası da qulaq asır, babası da, nənəsi də. Bu uşaq neyləsin yazıq? Amma sən o uşağı götür, gətir filarmoniyaya, götür apar məsələn operaya, götür apar bir klassik musiqi konsertinə. Bax gör, bəlkə marağı oynayacaq. Ulu Öndər neynirdi? 70-ci illərdə. Həmən bu zalda hər cuma günü bütün partaktiv, bütün birinci katiblər, bütün məsuliyyətli işçilər, bütün məmurlar gəlib otururdular zalda. Niyə? Çünki birinci katib gəlib otururdu. Kimin haqqı var gəlib oturmasın burada? Heydər Əliyev burada gəlib oturandan sonra lojada. Hamı gəlib otururdu. Gəlib otururdular əvvəlcə təəccüblənirdilər. Sonra yatırdılar konsertdə. Sonra yavaş-yavaş başladılar maraqlanmağa. Biri gəldi, xanımıyla gəldi, o birisi gəldi, evladıyla gəldi, üçüncüsü gəldi, nəvəsini gətirdi. Yavaş-yavaş maraq oyandı. Niyə? Çünki təməlin qoyan kişi var idi. Sən evladında, ailəndə, uşağında tərbiyə elədin bu mədəniyyəti, bu mədəniyyət olacaq. Yox, boş buraxacaqsan, gedəcək telefonu alacaq əlinə, TikTok, nə bilim, Instagram, Facebook, bunlarla məhv olub gedəcək o gənc. Kitab oxuyurlar? Yox. Heç kitab oxuyan uşaq görmürsünüz əlində bugün? Yox. Kitab nədir bilmirlər. Vallahi yazıqlar olsun. Bir neçə gün əvvəl tanınmış Türkiyəli professor, tarixçi İlbər Ortaylı vəfat etdi. Ötən gündə dəfn olundu. Siz də paylaşım eləmişdiniz onunla bağlı. Bilirsiniz nədən? Xatirənizi paylaşmışdınız. Çox maraqlıdır. Çünki 1967-ci ildə Azərbaycandan ilk rəsmi heyət. O heyətdə adası 30-40 nəfər insan var idi. Onların içində alimlərimiz, onların içində sənət adamları, onların içində böyük professorlar, tibbdə çalışan bizim həkim professorlarımız var idi və qrupa da başçılıq eləyən o vaxt birinci katib Vəli Yusifiç Axundov. Vəli Axundov qrupa rəhbərlik eləyirdi. 30 yaşlı anam və atam da varmış o heyətdə. Şəkillər bu vaxtacan bizim evimizdə durur. Hökmə Qurbanova var orada, məsələn, aktrisa. Sonra, məsələn, Mehdi Məmmədov var, Azdramanın eseri xalq artistləri. Onlar yadıma gəlir indi. Və gəlirlər İstanbula və İstanbulda onları kim qarşılayır? 20 yaşlı İlbər bəy Ortaylı. İlbər bəy o vaxt turistik agentlikdə çalışıb bunlara gid, yəni şəhəri göstərirdi, bildiniz? İstanbulu, İzmir, Ankara'yı bunları anlar. Və bütün qadınlar, ilk dəfə Azərbaycandan gələn qadınlar görür ki, bir Türk, 20 yaşında bir oğlan, gənc, gözəl, əlində siqarası, belə gəlir. Hamı ona o vaxt aşıq olmuşdu o vaxt İlbər bəyə. Sonra çox dost oldular. İlbər bəy hər dəfə Azərbaycana gələndə valideynlərimlə təmasa girirdilər, görüşdülər. Anamla çox yaxşı münasibətləri var idi rəhmətli ilə. Atamla da ki dostuydular. Amma İlbər bəyin Azərbaycanda çox dostları var idi. Yazıçılarımız, bizim şairlərimiz, aparıcı mədəniyyət işçiləri İlbər bəylə çox yaxınlıq edirdi. Çox böyük alim idi. Çox böyük alim idi, böyük insan, böyük Türk, çox böyük bir Türk.
Allah rəhmət eləsin, ruhu şad olsun. İllərdir səhnədə siz xarici səfərlər, ölkə daxili konsertlər, hər dəfə səhnəyə çıxanda dəyişməyən o hiss nədir? Həyəcan. Çünki bilmirsən, bəlkə axırıncı dəfə çıxırsan. Hər səhnəyə çıxanda o çıxış axırıncı ola bilər. Onu heç vaxt bilmirsən. Və ona görə varını, yoxunu, bütün içində nəyin var, bütün həyəcanını, bütün gücünü səhnədə qoyursan. Amma bilmirsən səhnədə nə olacaq. Çünki səhnədə siz bayaq gördünüz, 130-140 nəfər insan var. Bu səhnə dolu idi. 70 nəfər orkestr, 60 nəfər xor, solistlər, 130-a yaxın insan vardı. Və onlar hamısı bağlıdır. Bir dənə o mənim əlimdə çubuğu gördünüz, nazik çubuqdur da. O çubuğun ucuna bağlıdır bu insanlar hamısı. Çünki mən orada hərəkətdə bir yanlış eləsəm, aləm qarışacaq bir-birinə. Yəni, demək istəyirəm ki, ora gətirirəm. Mənim səhv eləməyə haqqım yoxdur. Səhnədə çıxış edən sənətçilər adətən üzü tamaşaçıya sarı olur, amma sizdə əksinədir, sizin arxanız dönük olur. Bəs tamaşaçı ilə ünsiyyəti, təması necə qurursunuz? Mən görmürəm, amma hiss eləyirəm. O mənim sırtım var, kürəyim. O deşik-deşikdir. Çünki mən həmişə hiss eləyirəm. Zaldan ya istilik gəlir, sevgi gəlir. Məhəbbət gəlir, həyəcan gəlir. Ya da ki, buz kimi, soyuq kimi şüşələr adamın kürəyin elə deşir ki, o oxlar. Sonra çıxırsan, süzək kimi olursan. Onu da hiss eləyirsən. Mən elə hiss eləyirəm. Son illərdə, yəni mən çox görmüşəm ki, müzakirə eləyirlər, teatra gedən yoxdur, operaya gedən yoxdur, tamaşaya gedən yoxdur, klassikləri dinləyən yoxdur. Hər zaman gileyləniblər. Bugünkü ümumiyyətlə tamaşaçı kütləsinə razısınız, yaxşıdırmı? Mən razıyam o kütlədən ki, o tamaşaçıdan ki, bizim konsertlərə gəlir. Mən onlardan razıyam. Özeyir bəyin məsələsini bilirsiniz də, İnqilabdan əvvəl. Burada həmən bu səhnədə konsert olur burada. Orada bütün Avropa bəstəkarlarının əsərlərini proqrama daxil edirlər. Üzeyir bəyin də əsəri ən axırda getməlidir. Ən axırda. Təşkilatçı gəlib deyir ki, Üzeyir bəy, konsert gedə-gedə cəmaat salonu tərk edir, çıxıb gedirlər. Sənin əsərinə gəlib çatanda heç kim qalmayacaq salonu. Dedi ki, bizə gedənlər yox, bizə qalanlar lazımdır. O ki, qalır axıracan Üzeyir bəyin əsərini duymaq üçün. Bizə o insanlara, bizə o bura gələn, o bilirsiniz neçə faizdir o dünyada klassik musiqiyə maraq göstərən insanlar? 1%. Heç 1% də deyil bəlkə. Bəlkə 0,1. Sosial şəbəkələrdə rastlaşdığımız bir sorğu növü var. İnsanları saxlayıb soruşurlar ki, bugün nə dinləyirsiniz? Mən bugün həmin sualı sizə vermək istəyirəm. Siz bugün nə dinləyirsiniz? Bugün bugün. Hansı əsər üzərində çalışıramsa, hansı əsərlə ilk konserimə səhnəyə çıxacamsa, o əsərlər üzərində çalışıram və o əsərlərin bəstəkarları o anda mənim ən sevimli bəstəkarlarımdır. İndi sabah Allah qoysa rəhmətli atamın əsərin səhnədə idarə edəcəm mən, Vasif Gözəlovun, düzdürmü? Deməli, onsuz da Vasif müəllim mənim ən çox sevdiyim bəstəkardır, onsuz da. Amma hal-hazırda indi mənim beynimdə ancaq o musiqi səslənə bilər. Həyatınızı bir simfonik əsərlə müqayisə etsəydiniz, bu hansı əsər olardı? Çox çətin bir sualdır. Bilmirəm, o barədə düşünməmişəm. Amma bizim həyatımız çox fərqlidir və həyəcanla dolu, gözəl anlarla, bəzi kədərli nöqtələr də olur, zirvələr olur, sonra yoxuşlar da olur. Bütün əsərlər belədir. Əslində, əgər belə baxsaq, hər halda sakit belə bir mülayim əsər deyil, həyəcanlı bir əsərdir.